Ötən gün İranlı deputatdan maraqlı bir deməli çıxış gəldi. İran Məclisinin, parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədr müavini Mahmud Nəbəviyyan bildirdi ki, efirdə danışıqlar faydasızdır və ölkəsinin Amerikanı alçaltmağa ehtiyacı var. Qeyd edir ki, İran yüksək dərəcədə zənginləşdirilmiş uranın 1 qramını belə kənara çıxarmağa razılaşmayıb. Nəbəviyyanın sözlərinə görə İranın döyüş əməliyyatlarında fasiləyə ehtiyacı yalnız arsenalını doldurmaq məqsədi daşıyıb. Reuters nə yazır ABŞ-dəki mənbələrdən istinadən atəşkəs dövründə İran müharibənin ilk həftələrində ABŞ və İsrail tərəfindən bombalanan hərbi obyektlərin dağıntıları altından xeyli sayda silah, o cümlədən dron və deməli raketlər çıxara bildi. Buna görə də Amerika və İsrail üçün tam miqyaslı hərbi əməliyyatların bərpasının dəyəri, yəni bu əməliyyatları bərpa eləmək istəyirlərsə, bunun dəyəri 8 apreldə başlayan atəşkəsin ilk günlərindəkindən çox güman ki, daha yüksək olacaq. Yəni bir növ bu atəşkəs İran üçün sərfəli, ABŞ-İsrail birliyi üçün deməli heç də xoş olmadı. İran bir növ vaxt qazanmış oldu. Vaxt qazanmış oldu. Deputatın da bu dediyi əslində üst-üstə düşür bu fikirlər. New York Times yazır ki, ABŞ prezidenti Donald Trump'ın administrasiyası İranın ali rəhbəri Ayətullah Müştəba Xamneyi və ya İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli komandirlərinin nüvə məsələsində hər hansı güzəştə gedə bilmək səlahiyyətində olmadığını düşünürlər. Tez-tez eşidirik biz Trump'dan ki, İran daxilində bir parçalanma var, pərakəndəlik var, ölkəyə kimin liderliyi elədiyini bilmirik. Yaxşı, Müştəba Xamneyi də eləmirsə, Sebahan rəhbərləri də eləmirsə, kimdir bunu şəxslər? Qalibov bir formada aradan çıxarıldı, Abbas Ərəxşi də danışıqlarda əsas sima, amma onu da görmürlərsə, ali rəhbər də görmürlərsə kimdir? Bəs New York Times yazır bu formada ki, buna görə də hərbi müdaxilə olmadan İranın mövqeyində dəyişiklik gözləndiyinə dair heç bir əsas yoxdur. Bu yazıdan belə başa düşmək olur ki, əslində ABŞ tərəfdən İrana növbəti hərbi müdaxilə olmalıdır. Amma bu vəziyyətdə danışıqların baş tutmadığı halda, baş tutmazsa, Amerika növbəti addımları nədən ibarət ola bilər? Ümumiyyətlə, deməli, İrana qarşı hərbi əməliyyatları davam etdirə biləcəkmi? İcazənizlə biz bunu xəritə üzərindən monitor qarşısında göstərməyə çalışaq biz vəziyyəti. Deməli, müharibənin birinci fazasında, dostlar, necə idi vəziyyət? Əsasən, İran ərazisinə qırıcı təyyarələrdən deməli, hücumlar, kütləvi avia bombalanma həyata keçirilirdi və bir tərəfdən dənizdən, digər tərəfdən avia qurulardan. Deməli, məsələ nədən ibarətdir? Biz dənizdən Abraham Lincoln avia daşıyıcısından həmin təyyarələrin qalxdığını görürdük. Məsələ nədir? İndi biz onu daha sonraki dəqiqələrdə göstərməyə çalışacağıq. Məsələ ondan ibarətdir ki, deməli, biz bu halda Abraham Lincoln avia daşıyıcısının 40 gün ərzində kifayət qədər yorulduğunu müşahidə elədik. Yorulduğunu müşahidə elədik. Burada nə baş verir? 40 gün dayanmadan, fasiləsiz, deməli, işlək vəziyyətdə olan həmin təyyarələrin bir müddət təmirə, əlavə texniki qulluğa ehtiyacı yaranır. Təbii ki, bu qurudan qalxan təyyarələr də aiddir və bu vəziyyətdə Abraham Lincoln aviadaşıyıcısına əlavə dəstək göndərildi. İkinci və üçüncü təyyarə daşıyan gəmilər də göndərdi ABŞ bölgəyə. Gerald Ford və George Bush aviadaşıyıcılardan gedir söhbət. Maraqlısı nədir? George Bush aviadaşıyıcısı Atlantik okeanından, Hind okeanına qısa yolla gəlmədi. Normalda nə baş verməli idi? Deməli, gəlməli idi Qırmızı dənizdən. Deməli, Atlantik okeanından İspaniya və Mərakeş arasında Cəbəli Tariq boğazından keçməklə baxın, deməli, İspaniya və Mərakeş arasında Cəbəli Tariq boğazından keçirdi, Aralıq dənizi vasitəsilə gəlir, Misir ərazisində Süveyş kanalından ötür, Qırmızı dənizi üzərək Bab-əl-Məndəb boğazından deməli keçərək gəlib Ərəb dənizində dayana bilirdi. Bizə hazırda qeyd edirlər ki, biz artıq yaxınlaşa bilərik xəritə üzərindən. Deməli, bir daha göstərək. Əslində, həmin gəmi nə baş verirdi? Amerikadan yola çıxır, Portuqaliya və Mərakeş arasında Cəbəli Tariqdən keçir, Aralıq dənizindən üzür, Süveyş kanalı Misir ərazisində, Qırmızı dənizdən də keçir, Bab-əl-Məndəb boğazından da gəlir və Ərəb dənizi üzərində dayanır. Amma burada nə baş verdi? Uzaq bir marşrut seçildi. Gəlir Afrikanın başına dolanır, fırlanır belə deyər, Madagaskar sahillərində də gəlib dayanır, deməli, Körfəz yaxınlığında. Səbəb nədir? Əslində, burada maraqlısı nədir burada? Məhz təhlükəsizlikdir. Əgər biz imkanımız varsa, mən yaxınlaşım həmin hissəyə. Deməli, baxın, Bab-əl-Məndəb boğazı Cibuti və Yəmən arasında yerləşir. Yəməndə kimlər var? Husilər var. İranın
tərəfdarları belə deyək. Bəli, proksi qüvvələr də hesab olunur. Məhz həmin gəmi üçün orada bir təhlükə mövzusu var, məsələsi var. Məhz o səbəbdən də gəmini oradan gətirmək istəmədilər. Amma digər gəmi var. Digər gəmidə nə baş verdi? Həmin dediyimiz marşrutla gəldi. Amma Bab-əl-Məndəbə çatmadan dayandı. Hazırda Qırmızı dəniz ərazisindədir. Eyni təhlükə təbii ki var onun üçün də. Amma Bab-əl-Məndəbə keçmədiyinə görə o təhlükədən yayınmış olur. Qırmızı dənizdə dayanmaqla həm İsraili müdafiə eləmək imkanına sahibdir, həm də Səudiyyə Ərəbistanını. Həmin aviadaşıyıcılardan, deməli, aviadaşıdan yerləşən təyyarələrin bu imkanı var. Eləcə də digər körfəz ölkələrini arxa cəbhədən, belə deyək, müdafiə eləmək imkanı yaranır əslində burada. Və bütün bunların fonunda nə baş verir, dostlar? Əslində, burada fərqli bir mənzərə də ortaya çıxır. Yaxşı, bunları bir formada yerləşdirdi. Husilərlə bağlı əgər problem qalmasa, növbəti mərhələdə, ya onları zərərsizləşdirə bilsələr, yaxud da Husilər ümumiyyətlə İran-pərəst mövqeyini kənara qoysa və hücum həyata keçirtməsə, Bab-əl-Məndəbədən rahat formada keçəcək. Yaxud dediyimiz kimi Husiləri artıq zərərsizləşdirmək deməli şərti ilə Bab-əl-Məndəbədən keçərək gəlib digər aviadaşıyıcılara qoşulur və gücünü bir qədər də artırmış olur. Amma hər halda hazırki vəziyyətdə belə Qırmızı dənizdə dayanmaqla da onun funksiyası var, yəni işlək vəziyyətdədir. Heç də kənar yerdə dayanmış kimi sayılmır. Nə qədər dayana bilər orada, nə qədər müddət bundan? Trump nə qədər istəyəcəksə dayanacaq orada. Bəli. Yəni orada onun üçün hər hansı bir təhlükə yoxdur. Bir tərəfi Səudiyyə Ərəbistandır, digər tərəfi Sudandır, Misirdir, İordaniya və digər ölkələr. Belə, təhlükəsiz vəziyyətdə dayanıb orada. Bu yerdə başqa və daha maraqlı məsələ ortaya çıxır. Konqresin icazəsi məsələsi. ABŞ qaydalarına görə sistemdə nə baş verir? Əslində, deməli, ABŞ Konqresinin icazəsi olmadan prezident müharibəyə başlaya bilər. Başladıqdan 48 saat ərzində artıq məlumat verməlidir Konqresə. Bu halda onun hərbi əməliyyat yaxud müharibə müddəti məhduddur, 60 gündür. Baxaq, müharibə nə vaxt başladı? Fevralın 28-də. Bir gün fevraldan götürək, sadə bir hesablama aparaq, 31 gün martdan, deməli 28 gün aprel, bu gün artıq ayın 29-dur, 60 gün geridə qaldı. Geridə qaldı artıq. Və bu 60 gün bitdi, artıq vaxt qalmayıb. Qaydalara görə nə baş verir? Əlavə 30 gün müddət verilə bilər. İcazə verilməyəcəyi halda. Deyək ki, əməliyyatları davam etdirməyə icazə verilmədi və artıq qoşunları geri çəkməlidir. 30 gün müddət, baxın, hərbi əməliyyatlar üçün verilmir. Texniki müddət sayılır o. Yəni, qoşunları rahat formada geri çəkə bilmək üçün verilir həmin 30 günlük müddət. Yer dəyişmə də deyə bilərik buna belə hərbi termin. Yer dəyişmə yaxud da geri çəkilmə. Bunun üçün 30 gün əlavə verilə bilər. İndi Trump administrasiyası gözünüdür ki, may ayında keçiriləcək həmin, deməli, səs verməyə. Aralıq seçkiləri dediyimiz olmaz. Aralıq seçkilər 3 noyabrda. May ayında. O tamam başqa bir aləmdir. O artıq Trump administrasiyasına, şəxsən Trumpa deməli etimad məsələsi gəlir gündəmə həmin məsələdə. O vaxtda danışacağıq bununla bağlı ətraflı, amma sırf müharibə ilə hazırda əslində Trumpın indi həmin qayğıları var idi. Qarşıdan ABŞ-nin 250 illik yubileyi gəlir. Payızda, noyabrın 3-də dediyimiz aralıq seçkiləri var ki, bu prezident seçkilərə qədər önəmli bir prosesdir əslində. Və bu halda regionda Trumpın qalıb-qalmaması məsələsi Konqresin gələn aya nəzərdə tutulan, hətta 1 may, 2 mayın əvvəlindən nəzərdə tutulan həmin səs vermədən asılıdır bir növ. Trumpın buradakı taleyi, belə deyək, bu hərbi əməliyyat adını qoyublar. Əslində Rusiya Ukraynadakı proseslərə hərbi əməliyyat adı verəndə deməli Qərb buna irad bildirirdi, amma bugün ABŞ administrasiyası eyni hərbi əməliyyat adını qoyub bu müharibəyə və bu müharibənin taleyi bir növ həmin proseslərdən, həmin səs vermədən asılı olacaq. Deyək ki, razılıq verməsə nə baş verir? Əslində belə bir məsələ də var. 2000-ci ilin 11 sentyabr terrorundan sonra, Nyu-Yorkdakı əkiz qüllələrinin vurulmasından sonra ABŞ prezidentinə belə bir səlahiyyət verildi ki, terrorçu qruplaşmalara qarşı Konqresin icazəsi olmadan artıq başlaya bilər müharibəyə. Bu məsələ var. Biz nəyə görürük? ABŞ Sebahı terror təşkilatı adlandırır. Eləcə də bu müharibədə də biz terror dövlətinə qarşı müharibə aparırıq. Bu səvkidə də açıqlamaları var idi. Buradan çıxış eləyərək biz Konqresin səs vermədən, razılığını almadan bu müharibəni davam etdirə biləcəyini düşünə bilərik. Amma burada başqa qanunlar, başqa maddələr də ortaya çıxır.
Deməli, nə baş verə bilər burada? Bu səs vermədə adətən, əslində hər həftə demək olar ki, demokratlar, yəni deməli, Trumpa rəqib olan partiyanın üzvləri bunu səs verməyə qoyurlar. Senatda, konqresdə səs verməyə qoyurlar. Amma hər dəfə respublikaçılar bloklayır bu məhdudiyyəti. Yəni, onlar istəyirlər, demokratlar istəyirlər ki, Trumpın səlahiyyətlərini mümkün qədər məhdudlaşdırsınlar. Amma respublikaçılar, yəni Trumpın tərəfdarları bunu bloklayır. Çünki səs çoxluğuna sahibdirlər, yer çoxluğuna sahibdirlər, belə deyək. Elə 3 noyabrda həmin yer çoxluğunu əlindən ala bilmək üçün keçiriləcək həmin seçkilərdə. Burada nə baş verir? Bu dəfə isə bir qədər təhlükə var Trump üçün. Nədən gedir söhbət? Trumpın hələ namizəd olduğu dövrdə respublikaçılar arasında onun mövqeyinə zidd olan partiya nümayəndələri var idi. Və indiki risk də ondan ibarətdir ki, həmin respublikaçılar Trumpın mövqeyini dəstəkləməyə bilər və səs çoxluğu ilə ordu geri çəkilməlidir, müharibə bitməlidir anonsu verilsə, belə deyək, o səs vermədən bu nəticə əldə olunsa, artıq nə baş verəcək? Trump məcbur geri çəkilmək seçimini etməlidir. Başqa, yəni, üzərində bu başqa formada qalmır, seçim yolu qalmır, belə deyək. Bəli, başqa sözlə Mayaya Trump üçün təkcə siyasi, həm də hüquqi baxımdan olduqca vacib bir müddət hesab olunur. Məhz ona görə də əslində hazırki vəziyyətdə masadan nə qopara bilərəmsə qopararam fikri ilə yanaşılır məsələyə. Hazırda hətta region ətrafında, İran ətrafındakı bu hərbi yığımın özü də real müharibə görüntüsünü yaratmaqdır əslində. Müharibənin özündən çox o görüntünü yaratmaqdır. Təzyiq, psixoloji, diplomatik təzyiq məsələsidir buradakı. Mümkün qədər İrandan nəsə qopara bilsin. Çünki dediyimiz kimi, əgər konqres bloklayarsa müharibənin davamını, bu halda artıq belə deyək, administrasiya yaxın şərqdən üzü sulu çıxa bilməyəcək. Bu məsələ var. Elə üzü sulu çıxmaq məsələsi dedik. Deməli, burada hansı vəziyyət yaranır, dostlar? Deməli, Almaniya kansleri Friedrich Merzin belə bir açıqlaması oldu. Müsahibəsində belə bir məqama qeyd elədi Firuz ki, açıq aydındır ki, Amerikalıların strategiyası yoxdur. Deyir, elə bu müharibəyə başlayanda əslində strategiyası yox idi. Belə münaqişələrdə problem həmişə ondan ibarətdir ki, ona təkcə girməyi deyil, ondan çıxmağı da bacarmalısan. Yəni, bir növ bu sayıq yanaşma var dünyada. ABŞ yaxın şərqə girdi, amma çıxa bilmir. Yəni, əvvəlini düşünəndə sonunu da düşünmək lazımdır. Bəli, bir növ plansız hərəkət. 12 günlük iyun müharibəsində ağılı getdi deyirlər. Amma indi nədir vəziyyət? Mersislə davam eləyək. Bunu biz İraqda da görmüşdük. Buna görə də bütün bu əməliyyat artıq dediyim kimi ən azı yaxşı düşünülməmişdi. İndiki ana mən Amerikalıların hansı strateji çıxış yolu seçdiyini başa düşmürəm. Xüsusən də nəzərə alsaq ki, İranlılar açıq-aşkar çox məharətlə danışıqlar aparırlar, yaxud da sadəcə aparmırlar və bunu da məharətlə eləyirlər, aparmamağın özünü də. Və belə bir vəziyyətdə deməli İslamabada, Amerikalıların İslamabada gedib getməməsi məsələsini də bu gün sanki Tehran idarə edir. Bütün millət Amerikalılar alçaldılıb. Bunu deməyimə təəssüf edirəm, lakin hazırda vəziyyət olduqca mürəkkəbdir və bu bizə çox baha başa gələ bilər. Təkcə ABŞ-yə yox, bütün dünyaya, Avropaya və bütün dünyaya. Kanslerin bu çıxışı təbii ki, ABŞ prezidenti Donald Trumpda böyük bir hiddət doğurdu və cavabsız qoymadı. Elə gecə ikən deməli belə bir paylaşım elədi ki, Merz nədən danışdığını bilmir. Qeyd edir ki, Friedrich Merz İranın nüvə silahına sahib olmasını məqbul sayır. Əgər İranın nüvə silahı olsaydı, dünya artıq girov vəziyyətində qalardı. Əlavə edir ki, hazırda İranla bağlı aktiv şəkildə işləyir. Özünü nəzərdə tutur təbii ki və digər ölkə liderlərinin bu istiqamətdə daha əvvəl atmalı olduğu addımları atır. Həmçinin Almaniyanın iqtisadi və ümumi vəziyyətinin zəif olduğunu iddia edir. Dəstək də görmədi biraz Avropa ölkələrindən. Yəni, burada bunun da bəlkə də qəzəb var. Yəni, İran məsələsində indi Merzin açıqlamaları, Trumpın açıqlamaları görünür ki, biraz müharibəyə Avropa biraz fərqli yanaşır. Öz müharibəsi kimi baxmır ki, bunu Avropa Birliyi ölkələrinin rəsmiləri də hətta dilə də gətirdilər ki, bu bizim müharibəmiz deyil. Ona görə ora faktiki olaraq qoşulmaqdan da imtina edirdilər. Biz bunu həm sən, həm Süleyman dəfələrlə biz xəbərin zamanında müzakirə eləmişdik. Bu yaxın şərqə girmək çıxmaq məsələsi həm İraq nümunəsi var, bəlkə də biraz Əfqanistan nümunəsindən də biz burada deyə bilərik ki, orada da yəni bu regionda yaxın şərqdə
daha əvvəl də hərbi əməliyyatlar olub. Və burada biraz daha mürəkkəb coğrafiyadır. Bunu siyasi şərhçilər də deyirlər ki, yəni gedişat nə ola bilər, necə olar, kim qalib gələ bilər, kim istədiyini əldə edə bilər. Əvvəlcədən həqiqətən proqnozlaşdırmaq çox çətin idi bu müharibə başlamışdan. Və gedişat da onu aparır deyəsən. Avropa İttifaqının bu müharibə sənin müharibəndir sözü bizə tanış gəlir, amma əks istiqamətdə deyilirdi. Trump nə deyirdi Avropa İttifaqına? Rusiya-Ukrayna müharibəsi sizin ərazilərinizdə gedir, sizin müharibənizdir. Və bu gün həmin fikri Avropa İttifaqından geri eşidir. Ötən gün deməli Birləşmiş Krallıq kralı 3-cü Charles illər sonra, anasından sonra deməli Amerika Birləşmiş Ştatlarına deməli səfər etdi. Yanılmıramsa 37 illik fasilədən sonra baş tutmuşdu bu səfər. Deməli və orada maraqlı açıqlamaları oldu. İngilis sayağı atmacaları oldu, belə deyək və onların da bütün dünya mediası xüsusi başlıqlarla önə çıxardırdı və ən əsası demək istədiyi o ki, yaxın şərqi biz formalaşdırmışıq və yaxın şərqdə dini hörmət və s. məsələlər yerində qalmalıdır. Xristiyan da var, müsəlman da, yəhudi də var və biz bunları elə tənzimləməliyik ki, dünya bundan zərər görməsin. Belə dostlar. Təşəkkürlər Dünya heç Nəriman. nədən zərər görməsin. Sülh və mehribançılıq içində yaşayaq. İstəyimiz, duamız bu yöndədir. Bəli. Sağ olun. Təşəkkürlər Təşəkkürlər. Nəriman maraqlı söhbət üçün.